Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Summas salatu ve selamu ala Resulillahil amin. A'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehl-i beytihi tayyibine tahirinel me'sumin. Siyyama namusu dahr valiyyel asr Hüccet ibn-i Hasan accalallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazanın qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi və zuhur və qiyamının təcillinə salavat hədiyyə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz İmam Zeynul Abidin əleyhissalamın duasındaydı. Mekarimul əxlaq. Dedik ki, İmam Səccad əleyhissalam bu duanın içində bir neçə salavatla davam eləyib. Mövzu götürüb və hər mövzular arasında da salavatlar deyib. Bu bəhsimiz yetişib ikinci hissəyə, yəni ikinci salavat. Allahümme salli ala Muhammed ve alih. Dua belə davam eləyir. Yəni, ey mənim Allahım, Peyğəmbərə və əhl-i beytinə məndən salavat göndər. Yəni, mənim dilimdən salavat göndər. Peyğəmbər və əhl-i beytini tanımaq zəruri məsələlərdəndir. Xudavənd Mütəal belə qərar verib, həm təkvini və həm təşrii, ki, əgər tanımasınız Peyğəmbəri və əhl-i beytini, yolu dərk eləyə bilməyəcəksiniz. Yolda düz hərəkət eləyə bilməyəcəksiniz. İnsan yolu görə bilər, amma girə bilmir. Görürsünüz, bəzi avtobanlar var ki, baxırsan, kilometrlər gəlsən, amma nə girişi var, nə çıxışı. Deyirsən, mən bu yola necə girim? Bilirsiniz də, yolların qıraqlarında yazılıb M1, M2, M3, yəni magistral 1, magistral 2. Bu magistraldır, yaşıl xətdir. Bu elə bir yol deyil ki, elə hardan istəsən, bura girəsən. Hər yarım kilometrdən bir, 1 kilometrdən bir çıxış giriş versin. Belə magistralda belə olmur, avtobandır. Ora girmək üçün yollar aramaq lazımdır. Biraz əziyyət çəkmək lazımdır. Biraz da asfaltsız yollar olacaq. Torpaq, nə bilim, dərə, təpə filan. Ta gəl bu yola magistrala düşə biləsən. Böyük şəhərlər arasında magistrallar çox çətindir. Girişi də çətindir, çıxışı da. Çıxanda da düz yoldan çıxırsan, girəndə düz yola girirsən. M1 ilə getməlisən, gedirsən məsələn M15-də. O qədər yolları keçməlisən, ta qaydasan M1-ə ki, məqsədvə çatasan. Yəni, belə də deyil ki, elə bütün magistral yollarda gedə bilərsən. M1-ə girməsən, istədiyin geri gəlib çıxa bilməyəcəksən. Biz o vaxt avtobusla Məkkəyə gedəndə çıxmışdıq yoldan, yadımda deyil, məsələn deyirəm, səhv eləməsəm M4-ü axtarırdı sürücü. Daha indi bir fırlarıq bütün magistral.
həm magistral yollar axtarırıq, həm xırda yolları, yəni həm sıratdayıq, həm sıratda da deyilik üçün məqsədə gəlib çıxmayacağıq. Ona görə gah sıratdan səbilə düşürük, gah səbildən sırata keçirik ta o M1-i tapaq, ya o M4-ü hansıdırsa onu tapaq ki, biz Azərbaycana gələk çıxaq. Məqsəd budur. Bu elə Allahın yolları da belədir. Bir dəfə sırat-ı müstəqimdir, magistraldır, M1. Bir də səbildir. Səbil həm Quranda səbil gəlib, həm subul gəlib. Səbil yəni bir dənə yol, subul yəni yollar. Bir dənə də məsir var. Var, məsəl üçün, Xudavənd Mütəal Quranda buyurur ki, onlar o məsirdədirlər ki, o məsir onları cəhənnəmə aparacaq. Saə məsira. Çox pis yoldur. Çox pis məsirdir. Amma bu yandan nə buyurur? Buyurur ki, bizim yolumuzda əgər axtarış aparsınız, bizim yolumuzda axtarış aparsınız, biz sırat-ı müstəqimə sizi atarıq. Yəni, biz göstərərik onu sizə. Deməli, bir sırat-ı müstəqim var, magistral, bir yol var, bir yollar var. Yollardan yola düşüb, yoldan magistrala düşüb və hələ də magistralı axtarıb o M1-i tapmalısan, yəni Əli ibn Əbi Talibi tapmalısan ki, o ilə nə edəsən, hərəkət eləyə biləsən. Bu zərurətdir. Necə insanlar maşınla, velosipedlə filanla hərəkət edirlər məqsədə çatmaq üçün, Allahda da bu cürdür. Fərqi nədir? Fərqi budur. Yol gedənlə yolun özü və məqsəd fərqlidir. Yol gedən sənsən, yol asfaltdır, o M1, M2. Məqsəd də hara gedəcəksən, odur. Burada yol ilə məqsəd ikisi eynidir. Yola düşmüsənsə, məqsəddəsən. O özü ilə məqsəddir. O Allah yolunda asfalt yol zad yoxdur. Yəni yol özü mənəvidir. Allah özü mənəvidir, yol da mənəvidir. Bəzən Xudavənd Mütəal buyurur Quranda ki, haza, məsələn, sirati. Bu mənim yolumdur. Sirat. Bu mənim yolumdur. Bəzən Peyğəmbərə deyir ki, ey mənim rəsulum, de onlara, mənim yolum düzdür. Allaha yox ha, Peyğəmbərin adından deyir. Peyğəmbərə deyir ki, sən de onlara, mənim yolum düzdür. Yəni, Peyğəmbər olaraq mənim yolum düzdür. Yəni, mənim yolum düzdür mənası budur ki, mən Allaha sən aparacağım. Mən Allaha gedənəm, yolum Allaha gedəndir. Mən Allaha aparıramsa, mən yola çıxartıramsa səni, məqsəd Allahdır. Yəni, məndən də məqsəd Allahdır. Məndən məqsəd mən deyiləm. Quranda Xudavənd Mütəal dəfələrlə şəxsiyyətpərəstliyi neyniyib? Ayaq altına qoyub. Şəxsiyyətpərəstlik olmaz. Biz Əmir-əl-Möminin ya övlad-ı Əmir-əl-Mömininə bağlanmağımız adı Əli olduğuna görə deyil. Allah belə qərar verib ki, itaət vacibdir. İnşallah bu hədisi, yəni bu Məkarimül Əxlaqı biraz ortaları gedəndən sonra bizim qabaqda bir bəhsimiz olacaq. İlahi Əzüməl Bəla ki var, dua. İnşallah istəyirəm bundan sonra oyun ortalarda paralel olacaq inşallah. Onun da haqqında biraz söhbət eləyərik. Əsas bu odur. Orada da Xudavənd Mütəal, yəni Əimmə Əthar Allahın dilindən deyir ki, İlahi bizi o yola yönləndir ki, itaətin vacib etmisən. Biz o yolla gedək ki, itaətin vacib etmisən. Peyğəmbər və Əhl-i Beytinin yolu itaət yoludur, zərurətdir. Olmasa olmaz. Daha yaxşı olar ki, hər namazdan sonra məsələn bu zikri deyək və bilirsiniz, əzbər də bilirsiniz. Allahümmə ərrifni nəfsək fə innəkə illəm təarrifni nəfsək ləm ərif nəbiyyək. Ey mənim Allahım, mənə tanıtdır özünü. Sən özünü mənə tanıtdırmasan, nəbivi tanımaram.
Allahümme arifni rasulek fe inneke illem tuarrifni rasulek lem arif hüccetek. İlahi, Rəsulvu mənə tanıtdır. Tanıtdırmasan, hüccətvi tanımaram. Allahümme arifni hüccetek. Ve in lem tuarrifni hüccetek zalaltu an dini. İlahi, hüccətvi mənə tanıtdır. Tanıtdırmasan əgər hüccətvi mənə zalaltu an dini. Dinimdə zəlalətə düşərəm. Dinimdə yoldan çıxaram. Hardan çıxaram? Yoldan çıxaram. Yani o ki deyir, ihdina sıratel müstakim, hidayet et bizi sırat-ı müstakimə. Hansı sırat? Sıratellezine en'amte aleyhim. O kəslərin yoluna ki, bir, en'amte aleyhim, sən onlara nemət vermisən. Sıratellezine en'amte aleyhim, gayril məğdubi aleyhim. O kəslərin yoluna ki onlara qəzəb olmayıb. Dünya qanunlarında belədir. 2 mənfi müsbət deməkdir. Düz deyil? 2 mənfi müsbət deməkdir. Məsələn, desələr ki, bi həya müsbətdir, bi mənfidir. Olur, həyasız. Birdən desəz ki, indi belə cümlə yoxdur. Desəz ki, bi həyasız, olacaq yəni həyalı. Çünki həyasız özü mənfidir, bi də mənfidir. 2 mənfi müsbət eləyər. Bi həyasız yəni həyalı. Amma bi həya bir dənə mənfi olduğuna görə, bir dənə müsbət nədir? Çünki mənfi əvvəldə gəlib nədir? Mənfidir. Müsbət əvvəldə gəlsə mənfinin qabağında nədir? Müsbətdir. Amma 2 mənfi nə inir? Qeyr sözü mənfidir. Məğzub qəzəb olunmuşdur. O da mənfidir. 2 mənfi nə olur? Müsbət olur. Qeyri məğzuba mən yapar. Məğzuba yox. Qeyri məğzuba. Yəni o kəslərin yoluna ki onlar qəzəb görməyiblər. Qəzəb görməyiblər, yəni pakizədirlər, tərtəmizdirlər. Və la əddallin. La mənfidir. Dallin də nədir? Zəlalət. O da mənfi. 2 mənfi yenə nə oldu? Müsbət. Və la əddallin. Yəni o kəslərin yoluna ki onlar zəlalət görməyiblər. Nə qəzəb görüblər, nə zəlalət görüblər. Qəzəb və zəlalət görməyənlər bu aləmdə bir nömrə. İnnəmā yuridullah li yuzhibə ankumur ritsə əhləl beyt və yutahhirəkum təthir. Ancaq bulardır. Allah belə iradə edir. İnnəmā yuridullah. İnnəmā yuridullah. Yəni Allah belə iradə etdi. İradə edib Allah. Məşiyyətdir. İlahi məşiyyət. İlahi iradə. Niyə belə iradə eləyib? Üzr istəyirəm sizdən. Əcəb eləyib. Bu aləmdə belə pak məxluqlar mütləq olmalıdır. Sən ki onu qəbul eləmirsən, deməli həsədun var. Minimum həsədun var. Minimum. Maksimum kibrin var. Bir adamda ki minimum həsəd olsa, maksimum kibir, onda fəxr olar. Bir varlıqda ki fəxr olsa, itaətdən çıxar. İbadəti olar, itaəti olmaz. İblis. İblisin ibadəti var idi, itaəti yox idi. İbadətdən məqsəd itaətdir. İtaət ibadətin başındadır. İtaət yoxdursa, boş-boşuna ibadət edirsən. Ən yaxşı bilsən nədir? İtaətin yoxdursa, ən yaxşısı ibadəti saxla. Get baş kəs. Get dünyada ən mındar insan ol. Get firon ol. Yəni, dünyanın müvəqqəti və məcazi şirinliyini heç olmasa dad. Onsuz da ya elə, ya belə, hər iki variant cəhənnəmdəsən. Da burada niyə əziyyət çəkirsən? Ay bu 17 belə gəldi. Ay üstə gəl 17 də belə gəldi. Ay cəmi 51 belə gəldi.
Ay subhanallah belə gəl, etmə. Lazım deyil. İtaət yoxdursa, ibadətin heç bir mənası nədir? Yoxdur. İtaətdən məqsəd nədir? İtaətdən məqsəd onun sözünə baxmaqdır. Bir dəfə o deyir ki, məndən başqasını Allah qərar verməyin. Bir dəfə o deyir ki, mənim qabağımda əyilin. Bəziləri belə deyir, Allah möhtacdır. Deyirəm, nəyə? Mənim ibadətmə. Mən deyib, sən niyə ibadət etmirəm? Çünki Allah mənim ibadətmə möhtac deyil. Bu elə bilir ki, Allaha ibadət edənlər belə başa düşürlər ki, Allah onların ibadətinə möhtacdır. Xeyr. O varlıq elə bir varlıqdır ki, onun qabağında əyilmək ləyaqəti ona aiddir. Yoxsa möhtacılığı yoxdur. Həmmam Əmir əl-Möminindən soruşdu. Sıfliyəl muttaqin. Əlican, təqvalılar haqqında mənlə danış. Dedi ki, Həmmam, onu saxla. Təqvalılar yaxşı adamlardır. İbadət eləmək lazımdır. Həmmam dedi ki, yox, mənə kifayət eləmir. Artır. Dedi ki, Əmir əl-Möminin, möminlərin ibadətinə, bəndələrin ibadətinə Allahın ehtiyacı yoxdur. Ehtiyac duymayıb Allah bizdən ibadəti tələb etməyib. Bəlkə layiqdir ibadətə. Əmir əl-Mömin onu deyirdi də, cəhənnəmdən qorxmuram, cənnətə aşiq deyiləm, layiq bilirəm səni. Yəni, bilirsən, insan bu təbiyyətində var. Biz də eləmişik. Mən də eləmişəm, sən də eləmişsən. Çağırıblar sənə bir dənə ehsana, 1000 nəfərlik bir nəfər qapısını açıb, oturub özü də qapının ağzında, cəmaatı qarşılayır, yedizdirir, yola salır. Mən də tanımıram kimdir bu. Yanımdakına pıçıldayıram ki, bu ehsanı kim verir? Deyirlər, o görür səni orada filan kəs. Odur. Məqsədim nədir? Bilməkdə. Çıxanda deyim, çox sağ ol. 1000 nəfərə yemək verir, çox sağ ol. Bəs mənə göz verib, qulaq verib, dil verib, əl-ayaq verib, bədən verib. Özdə necə? Əvvəli nədir, ortası nədir, axırı nədir? Bunların hamısını verib. Heç biz o, Allahın məxluqu 1000 nəfərə yemək verir, axtarırıq. Biz o qədər Allahı heç axtarmırıq. O qədər axtarmırıq. Məqsədim nədir? Nə olar? Bir dənə cəhənnəmə getməyim. Məqsəd budur. Eybi o, yaxşıdır. Amma hərəkət elə də, hərəkət elə. Cəhənnəm söhbətini çıxart. Yəni, cəhənnəmin qorxusundan ki, ibadət elədin, da onu çıxart. Çıxart, keç, dinə ilahi. Bir də cənnətə gedərdim. Cəhənnəm söhbətini yığışdırmışam, bir də cənnətə gedərdim. Biraz da cənnətlə hərəkət elə, amma hərəkət elə. Sonra saxla dinə ilahi, nəsə bu cənnət də mənim üçün maraqlı olmadı. Cənnət mənim üçün maraqlı olmadı. Cənnət ona görə maraqlı olmadı ki, sahibinin yanına gəlsəydim daha yaxşı olardı. Cənnətin özünün yox, cənnətin sahibinin yanına gəlsəydim daha yaxşı olardı. Bu artıq Əmir əl-Mömininin dediyidir, layiqsən. Mənim üçün cənnət maraqlıdır. Bilirsin niyə? Burada bir məna yatıb, o bətni məna. Bətni məna budur. Allahın görüşünü sən tələb elə, onsuz da Allah səninlə görüşmək üçün bir yer ayarlayacaq. Onsuz da. Allah da bir adamla görüşsə cəhənnəmdə görüşməz. Yəqin bir dənə səfalı bir yer, yaşıllıq bir yer, gözəl bir yer. Onsuz da ayarlayacaq da görüşmək üçün. Sən deyirsən bir nəfərə ki, gəl görüşək. Harada göydə görüşməyəcəksən ki. Yəqin nədir? Bir yer ayarlayacaqsan. Ya sən onu ilə, ya o səni ilə. Axır 200 bir dənə yeri nə edəcəksiniz? Seçəcəksiniz. O da halınıza uyğun seçirsiniz də. Nəuzubillah, əl-əyazubillah. Biz elə adam deyirik ki, gəl barda görüşək, nəuzubillah. Biz elə adam deyirik ki, ya gəl filan şərab evində görüşək. Biz elə adam deyirik ki, hə? Biz elə adam deyirik. Filan yerdə toy var, arvad da var, musiqi də var, araq da var. Üçü də bir yerdə cəm olub. Gəl orada görüşək. Biz elə adam deyirik axı. Ki orada nə edək? Necə biz bir-birimizə halımıza uyğun məkan təklif eləyirik,
və yaxşı bir məkan seçirik. Allah da onsuz da bəndəsi ilə, onu ilə görüşmək istəyən bəndəsi ilə onsuz da bir məkan ayarlayacaq. Ona görə məkanın dərdini sən çəkmə. Sən onun dərdini çək. Məkanın dərdini o çəkəcək. O məkanı özü həll eləyəcək. O da halı uyğun da. Şairlə sən, şairlərin yanında. Obslam orada yoxdur. Sonra o da şair Əhl-i Beyti tərənnüm eləyən, Allahı məth eləyən şairlər. Sonra görsən bir nəfər də ancaq bunun işi qəzəliyyatdır. Qəzəliyyatı əcəb də xırdalayır. Görsən ki, Allahın qanununa gələndə orada boşluğu var. Orada boşdur. Orada diqqət eləmir. Bunlar, məqsəd bunlardır, hamısı misallardır. Cəm elim qaydım dala. Pəs İmam Səccad ağa deyir, Allahumma salli ala Muhammed və alih. İlahim, mənim salavatımı Peyğəmbər və Əhl-i Beytinə göndər. Onlardan biri də elə o özüdür. Və alihinin içində İmam Səccad əleyhissalam nədir var? Nədir deyir? Zərurətdir. Bax, Əmir əl-Möminindən belə bir rivayət. Və ədnə mə yəkunu bihil abd dallən ən la yu'rafə hüccətəllah təbarək və təala. Buyurur bir bəndə üçün zəlalətin ən aşağı pik nöqtəsi. Pik əslində ucalıq üçün işlədirlər. Mən burada tənəzzülün pikini deyirəm. Yəni ən aşağı. Quranda Xudavənd Mütəal bəzən cəhənnəmə deyir dirək. Dirək. Dirək yəni cəhənnəmin ən aşağısı. Nə ən aşağı dərinliyi 1000 metr. Yox. Cəhənnəmdə hərarət 1 milyon dərəcədirsə, biraz qıraqlarında azdısa, mərkəzində o yığışıbsa, məsələn, yer kürəsinin mərkəzində, bilmirəm neçə metr, neçə 1000 metrdən sonra. Yer kürəsinin mərkəzində bilirsiniz də, o vulkan püskürür bayra, onun içindədir də. Yer kürəsinin içi, elə bir ki, yer kürəsinin içində bir dənə, balaca bir dənə günəş var. Allah Teala onu torpaqla bəliyib, su ilə bəliyib qalıb orada. Hərdən bir icazə verir ki, çıx çölə. Elə bir ki, yer kürəsi nə inir? Üzr istəyirəm, bəzi adamlar var, yeyirlər çənəyə qədər, nə su üçün yer qalır, nə hava üçün. Sonra hıçqırırlar ağa. Elə bir ki, yer kürəsi də eləsi hıçqırır, bir dənə buraxır bayra, qazını buraxır bayra. İnsanları başa salır ki, gör neyin üstündən mən sizi spiçkanın yandırsın, spiçka qutarına qədər barmağı orada saxlaya bilməzsən. Mən gör o balaca bir dənə lavaları, o isti lavaları yer kürəsinin içində torpaqla onu bələmişəm, saxlamışam orada. Bu yer kürəsinin içində nələr yoxdur. Bəli, yer kürəsi içindəkilərə görə üstündə bu qədər müharibələr gedir. O onu qırır, bu bunu öldürür. Nə var, orada neft var, burada məndən nə zibil var, orada nə cəhənnəm var. Elə belə şeylərə görə insanlar qırırlar bir-birlərini. O deyir 5 sot bu yanadır, bu deyir 1 sot bu yanadır. Məsələn, Azərbaycanda qarış söhbəti qırğını gedir. Böyük yerlərdə, orada da milyon hektarlar üstündə söhbətlər gedir. Hamısı da qırır bir-birini, torpağın üstündədir. وَاَدْنَا مَنْ يَكُونُ بِهِ الْعَبْدِ ضَالًّا أَنْ لَا يُعْرَفَ حُجَّةَ اللّٰهِ تَبَارَكَ وَتَعَالَى. Buyurur ki, zəlalətin ən aşağı yerindədir. O adam ki, Allah Təbarək və Teala'nın hüccətini tanımaya. Əmir əl-Möminin buyurur. وَشَاهِدَهُ عَلَى عِبَادِهِ الَّذِي əmər Allah Azza və Cəl. Və Allah özü şahiddir o bəndələri ki, Allah Teala əmr edib bitaətihi, onların itaətini. Doğrudan da belədir. Xudavənd Mütəal itaətin əmr edib, itaətin fərz edib. Ki buyurur, bunlara itaət etmək vacibdir, lazımdır. Və farazə vilayətəhu. Və buyurur, vilayətini, onların vilayətin fərz edib. Yəni, Əli ibn Əbi Talib və övladı Əli ibn Əbi Talibin vilayətini qəbul etməsin, sən heç bir yeri gedib çıxa bilməyəcəksən. Hətta bugün, sabah, məsələn, 16-dan çıxa bilməyəcəksən. Niyə bilmirsən əvvəlini, axırını? Niyə bilmirsən?
Çünki vilayət yoxdur. Əgər vilayət olsa, əvvəlini də başa düşərsən, axırını da başa düşərsən, sonra o bir gün dal, bir gün qabağı deyir, onlar bilərlər. Deyir, ariflər bilirlər haçan başlayır, haçan qutarır. Onlar görürlər. Gəldilər bir alimin yanına o vaxt. Gəldilər bir alimin yanına, dedilər ki, bir nəfər bunlardan idi. Gəlib deyir ki, bizim alimə, bəs gördüm ayı. Deyir. Deyir, gördün? Deyir, hə. Deyir ki, iftar edin. Yanındakiləri deyir, iftar edin. Bu sonra çəkilir. Deyirlər, ağa, bu fərq eləyir. Özüm görmüşdüm, qəlbini sındırmadım. Yəni, mən bilirəm çıxıb. Yəni, onlar görürlər. Onlar bilirlər ki, bu gəlib, gəlməyib, haçan gələcək, haçan gedəcək. Sadəcə olaraq, bu rəsmidir, zahirdir, fiqdir ki, oturub gözləməlisən. Elmi şuhudla fiqh olmaz. Əgər şuhudi elmlə fiqh olsaydı, and olsun Allaha, nə sən, nə mən yerimizdən tərpənəməzdik. Şuhudla olsaydı. Bu da avvəlin mutabıq olur ki, bilmədiyin işdin, bilmədiyin evi yox. İndi şuhud olsaydı burada, nə baş verəcəkdi buralarda? Mən də gəlib şuhuda çatmadım axı. İçə də bilmərəm, öldüm suzundan. Otu gözdəki ispat olacaq ki, bu sudur, yoxsa su deyil. Otur. Bildiniz? Yəni, icazə vermir axı belə. Deyir, şuhudla olmalıdır. Bizdə nəyə deyir ki, elm iki cürdür, bilirsiniz də? Elm husulidir, elmi huzuridir. Elm husuli nə idi? Deyir ki, müəllim dərsin deyil, mən öyrənərəm. O elmdir ki, mən onu hasil eləyirəm. Bir də elm nədir? Huzuridir. Elm huzuru bilirsiniz nədir? Sən onun huzuruna gedirsən. Huzuri. Yəni, onun huzuruna gəlirsən. Bilirsiniz, bu ikinci yox idi, üzr istəyirəm, üçüncü. Xəbər göndərdi Əmir əl-Möminin üçün ki, gedin əlini ehzar eləyin. Bir sual var, heç kəs cavab verə bilmir. Gəldilər Əmir əl-Möminin yanına, dedilər ki, Əlican, üçüncü sənə deyib, çağırır. Dedi, məsələ nədir? Dedi, bir sual çıxıb qabağa, cavab verə bilmirlər. Əmir əl-Möminin buyurdu ki, gedin deyin ona, əl-elmu kəl-kəəbəti, yəti və la yuta. Elm Kəbəyə bənzəyir. Ayağına gedərlər, ayağa götürməzlər. Əmir əl-Möminin də övladı Əmir əl-Möminin, Peyğəmbər əhl-i beytində elm huzuridir. Onlar özləri Kəbə mislindədirlər. Onların ayağına getmək lazımdır. Gəldi, dedik, üçüncüyə ki, Əli belə deyir. Dedi, ged zorla ehsan elə. Ehzar elə. Ehzar yəni darta-darta gedir. Gəldi ki, Əlican, bu üzr istəyəm, tərsliyi tutub da deyir ki, gəlsin. Deyir, gedək. Məqsəd burada dindir də. Gəldi, Əmir əl-Möminin buyurdu ki, nədir? Dedi, bir nəfər də sual verir. Nə bilim, 1000 il bundan qabaq bir dənə kafirdir, müşrikdir, ölüb. Qəbrindən bir dənə sümük götürüb gəlib. Deyir, bu müşrikin sümüyüdür. Siz də deyirsiniz, Quranda yazılıb ki, güya, müşrik cəhənnəmdə yanır. Hani? Yanır da. Hani od hani? Sümüyü tutub əlində od hani? Buna görə Əli ibn Əbi Talib cavab versin. Kim başqa cavab verə bilər bunu? Həzrət Əli buyurdu ki, oldu. Tapşırır, gedin 2 dənə çaxmaq daşı götürün. Bilirsiniz də çaxmaq daşı. Getdilər, çaxmaq daşı getirdilər. Əmir əl-Möminin dedi, verin ona. Ver, dedi, vur bir-birinə. Vurdu, iskıra çıxdı. Dedi, vurmayanda çıxır. Dedi, yox. Dedi, cəhənnəm odur. İndi bunda dur. Bunun cavabı buydu da. 1 milyon adam gələ, Əmir əl-Mömini başqa-başqa cavablar verər. Bunun cavabı buydu. Bunun ağlı bu qədərdir. Səlman heç bunu soruşar? Yox. Birdən Salman soruşsa, Əmir əl-Möminin bir dənə ayə deyər, Salmana kifayət eləyər. Bildiniz? Amma buna yox. Buna görə gəlir 2 dənə çaxmaq daşını vurasan bir-birinə.
Deyir, vurmayanda iskra çıxmır, vuranda çıxır. Deyir, indi cəhənnəmin odu bunda döyür. Ona görə sən o əlində saxlamısan. Yəni cəhənnəm odu ona dəyəndə o çaxmaq daşı kimi nə edəcək? İskra verəcək. Əmir əl-Möminin buyurur ki, onların itaəti zəruridir, vacibdir. Onların dalıcan düşmək lazımdır. Onlardan ayrılmaq olmaz. Ziyarət-i Camiə-i Kəbirənin bir hissəsində belə bir şey var. Buyurun, və cəaləni mimmən yətqassu asarəhum və yəsəlukə səbiləkum və yəhtədi bihudakum. 3 dənə məsələdir deyib qutarım. Yarım saatımız doldu. İmam Hadi əleyhissalamdandır da bu ziyarət-i Camiə-i Kəbirə. 3 dənə Allahdan şey istəyir İmam Hadi. Birinci, cəaləni mimmən. Məni o kəslərdən qərar ver ki, yətqassu asarakum. Sizin, yəni onların, Əhl-i Beytin, əsərlərinin dalıcan düşüm tapım. Biz əsər deyəndə kitab başa düşürük. Düzdür, o da əsərdir. Deyir, mən filan kəsin əsərlərini oxumuşam. Yəni kitablarını oxumuşam. Amma burada əsər həm zahiri mənadadır, həm batini mənada. Əlinin əsərini sən görə bilərsən bugün. Məsələn, dünən gördük. Dünən Əlinin əsərini gördük. Bugün də görürük. Sabah da görəcəyik. Yəni o asarı biz görürük. Quranda Yasin surəsində Xudavənd Mütəal buyurur ki, onların elədikləri və elədiklərinin asarı gələcək. Asarı. Deyirlər, bir dəstə insanlar var, qiyamət günü üzləri qara gələrlər. Məşhur da eşitmişsiniz. Bu hekayəni deyirəm. Mən çıxmadım bu salavatdan. Deyirlər, bir nəfər atası çox yaşlı idi, hərəkət eləyə bilmirdi. Götürür kürəyinə, aparır bunu həccə. Kürəyində daşıyır. O piyada vaxtları. Bir yerdə deyirlər, dincəlirlər. Otururlar dincəlməyə, atası ölür. Əcəli oraya canmış, ölür. Atası ölən kimi ruh bədənindən çıxır, olur kömür kimi qəpqərə. Deyir, mən neyniyim? Tək burada heç neyniyeməyəcəyəm. Qüsur lazımdır, kəfən lazımdır. Yaxınlıqda da bir kənd var. Onları necə gedim deyim? Ki, onlar gəlsinlər, gəlib deyəcəklər ki, bu kömür kimi qəpqərə qaralıb, nə günahı var bunun? Utancıyam. Başını deyirlər, qoyur atasının sinəsini, elə belə yuxu tutur onu. Yuxuda deyirlər ona ki, qalx, əlini qoy başına, sinəsinə tərəf çək, salavat deyil. O da qalxır, əlin qoyur, salavatı çəkir, oldu nurani. Nəsə yaxınlaşır, gəlirlər, deyir, bəhbəh, nə yaxşı kişidir bu. Dəfn eləyirlər, gəlir Məkkəyə. Gəlir Məkkəyə, cəmaat indi həccin əməllərini eləyir, bu qıraqdan dayanıb, Kəbəyə baxır, ancaq salavat zikr eləyir. 1000 dənə, 5000 dənə, 50.000 dənə, 100.000 dənə, bu ancaq salavat deyir. Cəmaat əməl eləyir, salavat deyir. Deyirlər ki, əməllər qutardı ya, gəlginlə bu əməlləri elə. Deyir, siz bilsəydiniz bu salavatın hökmün, ancaq salavat zikr eləyərdiniz. Salavatdan başqa şey zikr etməzdiniz, hökmün bilsəydiniz. Doğrudan da salavatın böyük hökmləri var. Bəzən insanlar qiyamət günündə, Quranda Xudavənd Mütəal buyurur ki, bəzi insanlar var, üzləri nurani gələr, bəzi insanlar var, üzləri qapqarı gələr. Bu qapqarı gəlməyin məqsədi o Afrikalı qaralardan, Həbəşlərdən söhbət getmir. Onlardan söhbət getmir. Dünyada ola bilər bir nəfər ağappaq olsun, öləndə qapqarı olsun. Ola bilər bir nəfər qapqarı olsun, öləndə. Var, adlarını da bilirsiniz, məşhurdular. Qaraydılar, amma öləndə onlar ağappaq öləcəklər. Onların doğrudan da alınlarında Xudavənd Mütəal bir dənə nuraniyyət qoyub ki, baxırsan ki, cildi qapqarıdır. Amma Əmir əl-Möminin vilayəti necə qəbul edir? Allah deyən kimi qəbul edir. Baxırsan ki, nuraniyyətə başladı. Qaranın içində, qara zülmət, dərinin içində. Bir dənə nuraniyyəti Xudavənd Mütəal göstərir sənə. Niyə?
Çünki Əmir-əl-Mömininin vilayətinin içindədir. Allah Teala inşallah bizləri Peyğəmbər və Əhl-i Beytinin vilayətinin içində olanlardan qərar versin. Növbəti cümlə salavatdan sonra İmam Səccad əleyhissalam buyurur: "Vakfini ma yeşğaluni el-ihtimamu bih." İnşallah gələndər. İlahi barı Pərverdigara, mübarək Ramazan ayıdır və axırlarıdır, son günləridir. İlahi sənan veririk, izzət-i əzəmət və bu günə qədər bizi bağışlamamısansa, bizi bağışla. Amin. İlahi bizləri Peyğəmbər və Əhl-i Beyti ilə mənus, məşhur və məşhur elə. Amin. İlahi ağanın zuhur və qiyamında təcil elə. Amin. Dualarımızın, ibadət itaətlərimizin qəbulu üçün Peyğəmbər və Əhl-i Beytinə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah qəbul eləsin inşallah.